Tam sakitlik istəyirəm. Büdcə kəsirinin əsas səbəbi aşağıdakılardan hansı ola bilər? A bəndi, vergi gəlirlərinin gözləniləndən çox olması. B bəndi, iqtisadi durğunluq dövründə sosial xərclərin artması. C bəndi, dövlət investisiyalarının kəskin şəkildə azalması. D bəndi, xarici borcların ödənilməsi. Bəndləri bircə sürətlə oxuyuram, diqqətlə qulaq asın. Qalib gəlməlisiniz bu dəfə. Vergi gəlirlərinin gözləniləndən çox olması. İqtisadi durğunluq dövründə sosial xərclərin artması. Dövlət investisiyalarının kəskin şəkildə azalması. Xarici borcların ödənilməsi. Vaxt gedir. İqtisadi durğunluq dövründə sosial xərclərin artması deyirsiniz. Şans düşüb əlinizə, deyin görüm. Şans düşüb əlinizə, deyin görüm. Yaxşı, gözləyirəm. Oxuyuram bir də. Büdcə kəsirinin əsas səbəbi aşağıdakılardan hansı ola bilər? Allah sizə hörmətsiz eləyir. Sakit olun. Vergi gəlirlərinin gözləniləndən çox olması, iqtisadi durğunluq dövründə sosial xərclərin artması, dövlət investisiyalarının kəskin şəkildə azalması, xarici borcların ödənilməsi. Hansını deyirsin uşaqlar? Yekdil qərara gəlin, vahid qrupun mövqeyindən çıxış edin. Dövlət investisiyalarının kəskin şəkildə azalması deyirsiniz. Sən B variantı deyirsən. Sona bu qrupu qurtardı. B variantıdır. Doğru cavab B variantıdır.